Salam, mən hələ də sağam. Serialımızın bu bölümü Alyona hekayəsinin ən dəhşətli hissəsidir. Artıq siz İlham Əliyevin gəlini Alyona Əliyevanın kim olduğunu, Bala Heydəri necə qarmağına keçirdiyini bilirsiniz. İndi isə sizə sərçə Alyonanın özünü əjdaha sayan Bəylər Əyibovu necə diz çöktürdüyünü görəcəksiniz. Bəli, mən sizə Azərbaycan tarixinin ən böyük korrupsiya hekayəsini danışacağam. Balaca Heydərin ailəsinə toy günü verilən ən bahalı hədiyyədən. Necə oldu ki, əvvəlcə ata Heydər Əliyevi, sonra oğlu İlham Əliyevi və onun ailəsini qoruyan Əliyevlər ailəsinin ən yaxın adamı olan Bəylər Əyibov birdən-birə vuruldu. İlham Əliyevlə Bəylər Əyibovun arasına kim girdi? Bəylərin vurulmasının səbəbi nədir və ya kimdir? İlham Əliyevin gəlini Alyona Qonçar Əliyeva haqqında bizdə bütün informasiyalar var. Alyonanın pasportu, Alyonanın qeydiyyat ünvanı, Alyonanın atası və anası haqqında məlumatlar. Bu yaxınlarda mənim qardaşım Emin Hüseynov mənə zəng edib ki, bilirsən ana mehman mən nəyi tapmışam. Son bir il ərzində Alyonanın atası Aleksandr həftənin hansı günlərində Bakıya uçub. Alyonanın dədəsi Bakıya hansı təyyarə ilə gəlir? Alyonanın atası və anasının adına keçirilən otellər, mülklər, bizneslər, firmalar, hər şeyi araşdırmışam, tapmışam. Təsəvvür edirsiniz? Və ən dəhşətlisi odur ki, igidlərimizin azad etdiyi Qarabağ zonasında olan bəzi otelləri və əkin-biçin sahələrini Alyonanın atasına veriblər. Ordumuzun əskərləri ona görəmi öz canlarını, sağlamlıqlarını ortaya qoyublar ki, sonradan özləri və ailələri daxmada yaşayanda onların vuruşduğu torpaqlarda harınlanmış Ukrayna vətəndaşları keyf eləsin. Torpaq uğrunda döyüşən qazilərə İlham Əliyev 80 manat verir. Müharibədən sonra qazilərimiz ehtiyacı olan dövlət dəstəyini görmədiyi üçün özlərini yandırıb intihar edir. Kasıbların balaları müharibədə şəhid olur, amma onları ölümə göndərən, sonra isə arxalarında durmayan İlham Əliyev öz Ukraynalı qudasına milyonlar verir. Buna bax, məmurların balaları dollar gəzdirəndə cibində paçkayla. Mənim ancaq paçkayla dərman gəzdirirlər. Mənim nə yaşım var? Biz bunların güdazı qurbanı olmuşuz. Bunlar bizim qan oturur. Deyir getmişsiniz Qarabağa, gəlin oturun ben burada. Biz nə qaraq, biz dərdimizi kimə deyək, xarş eləyəcəklər. Mən yetim nağarım. Yoxdur, dolana bilmirəm. Evimdə ağacı olanım var. Kim köməkli elirsə eləsin Allah rızası üçün. Evimdə vallahi çörək pulum yoxdur. Allah'ımızdan olsun bugünkü gündə mənim yoldaşım Pustyandon qayıb tapab verə bilmirəm. Yoxumdur vallahi. Bu araşdırmalar, bu kinolar mənə çox baha başa gəlir. Mən həyatımı ortaya qoyub sizə həqiqətləri çatdırıram. Bu kinoların ortaya çıxmasına əməyi olan şəxslər var və mən onlara minnətdaram. Qaydaq kinomuzun əsas hissəsinə, Bəylər Əyibovun vurulmasına. Bir şeyi bilməlisiniz ki, İlham Əliyevin vədlərinə, sözlərinə heç vaxt inanmaq olmaz. Onun üçün müqəddəs bir şey varsa, o da puldur. Təsəvvür edin, İlham Əliyev o qədər şəxsiyyətsiz adamdır ki, illərdir onu və ailəsini qoruyan ən sadiq itlərindən olan Bəylər Əyibovu Alyonanın atası Aleksandr Qonçarova dəyişdi. Bəylər Əyibova aid olan mülklər, otellər və əkin sahələri zorla əlindən alınıb, Qonçarlara hədiyyə edildi. İlham Əliyev ona canla başla xidmət edən Bəylər Əyibovun villasını da öz oğlunun ailəsinə verdi. Bəli, bu villa Heydər və Alyonaya ən böyük rüşvətdir. Məhz bu villaya görə Bəylər və İlhamın arasında nifah düşüb. Bu villanın üstündə Bəylərin qohumları vəzifədən qovulur. Qollarına qandal vurulub, həbsxanaya göndərilir. Bir neçə ay əvvəl Bəylər Əyibovun qardaşı oğlu həbs olundu və biznesləri əlindən alındı. Hətta İlham Əliyevin saxta mətbuatı bu villanın yuxarıdan görüntüsünü paylaşmışdı. Amma yazmışdılar ki, Bəylər bu villanı hansı pulla alıb? Düzdür, bu villa Bəylər Əyibovun ən böyük, dəbdəbəli və bahalı villası idi. Amma o, indi Alyonanın atası Aleksandr Qonçara məxsusdur. Daha dəqiq desək, villa artıq Bala Heydər və
Alyonanın evidir. O villanı mən çəkmişəm və sizinlə birlikdə təzə cütlüyümüzün evinə qonaq gedəcəyik. Görün ki, Uğraş Əliyevlər ailəsi bu milləti necə dolayır, necə talayır, özləri isə kef çəkirlər. Tanış olun, Bəylər Əyubovun Bala Heydərə bəxş elədiyi villadır. Buna oxşar villa bütün Azərbaycanda yoxdur. Villanın içində məscid var, qulluqçular üçün ayrıca ev var. Villanın içərisində Bala Heydərin həkimlərinə və dayələrinə ayrılmış xüsusi ev var. Ən əsası, villanın içində Azərbaycanın xəritəsi formasında basseyn var. Görün bunlar necə əxlaqsız, mənəviyyatsız adamlardır ki, Azərbaycanın xəritəsi formasında hovuz tikib, içində üzürlər. Bəli, bu hovuz Azərbaycanın başına gətirdikləri oyunların bir növ məcazi formasıdır. Onlar Azərbaycanın da sərvətlərinin içində beləcə üzürlər. Hovuza sahib olduqları kimi Azərbaycana da sahib olurlar. Əliyevlər və Ukraynalı təzə qohumları Azərbaycanın içinə elədikləri kimi hovuzun da içinə edəcəklər. Özdə fikir verin, Naxçıvan hissəsinin suyu dəyişməyib. Bu da bəylərə verilən bir cavabdır. Alyona Əliyevanın ən nifrət etdiyi şəxs Bəylər Əyubovdur. Bəylərin isə ən çox nifrət etdiyi şəxs Alyonadır. Çünki Alyona Əliyeva gəlin gəldiyi gün Bəylər Əyubovu tumançaq qoydu. Ona məxsus mülkləri bircə-bircə əlindən aldı. Bu villanın dənizə birbaşa çıxışı var və artıq orada Bala Heydərin yaxtası üçün port hazırlanır. Villanın içində yeraltı keçid də var. O yol hara aparır, onu tapmamışam. Amma yerin altını hələlik bilməsəm də, yerin üstündə Bəylər Əyubovla Əliyevlər arasında gedən didişməni bilirəm. İndi sual verə bilərsiniz ki, Mehman, bu villanı necə çəkibsən? Axı ailəyə məxsus mülkləri çəkmək mümkünsüzdür. Bunu necə bacardın? Bəli, mümkünsüzdür. Çünki onları mühafizə edən qurum DTX-dır. O villaların ərazisi qırmızı zona sayılır. Orada dron qaldırmaq mümkün deyil. Amma necə oldu ki, Mehman onu çəkə bildi? Əli Nağıyev hara baxırdı? Cavab çox sadədir. Əli Nağıyevin və onun donuza oxşayan muavini Ceyhun Şadlinskinin başı Mehmanın və başqa siyasi fəalların şeyinə qarışmışdı. Onlar hansı siyasi fəalların harda, kimlə sevişdiyini araşdıranda Mehman Hüseynov da Əliyevləri araşdırırdı. Mən İlham Əliyevin də, Vilayət Eyvazovun da, Əli Nağıyevin də villalarını çəkmişəm. Sübut etmişəm ki, bu Əli Nağıyev indiyə qədər dövlətin təhlükəsizliyi üçün heç bir iş görməyib. Siyasi fəalları və onların sevgililərini şantaj eləmək iş, peşə deyil. Siyasi fəalların bu ölkə qarşısında açıqlama vermək borcları yoxdur. Amma Əliyevlərin var. Ona görə də İlham Əliyevin evinin içini də, orada baş verənləri də mənə çatdırırlar. Və mən bu məlumatları xalqla bölüşəcəm. Mehman Hüseynov dayanmayacaq. Çünki İlham Əliyev də dayanmır. Hər gün günahsız insanları həbs eləsə də, gözü doymayan, dincəlməyən Əliyev varsa, dayanmaq, dincəlmək olmaz. Baxın, dünənki quş Alyona hələ 2-3 ilin gəlinidir. Amma nələr etməyə başlayıb? Bizə məxsus sərvətləri necə əlimizdən alıb, atasının adına keçirib. Görün, o vəzifəyə gəlsə, bu ölkəni nələr gözləyir. Bugün Azərbaycan xalqı adicə yağ, un, qənd almaq üçün ərzaq dükanlarında endirim gününü gözləyir. Alyona vəzifəyə gələndə isə bu xalq çörək üstündə davaya çıxacaq. Bunu sizə Mehman Hüseynov deyir. Çünki bu ailədə yeyib doymaq anlayışı yoxdur. Bu da məşhur mifdir. Bu ailəyə pul həmişə azlıq edir. Mehman, İlham Əliyev çox maraqlı adamdır. Pul onun üçün hər şey deməkdir. Pula görə bu adam
ən yaxın dostunu da satar. Ən yaxın onun arxasında duran bəyləri də satar. Yəni onun üçün ən müqəddəs həyatda puldur. O adam üçün başqa bir şey o tanımır. Mən başa düşmək istəyirəm ki, bax sənin şirkətlərin var idi. Sənin şirkətlərini səndən alıb necə Heydər Əliyevə, balaca Heydər Əliyevə ötürüblər? Yəni o proseduru qısa, konkret danışa bilərsənmi? 2 dəfə yaşamışam mən belə bir prosedur. 2010-cu ildə bir quldur dəstə İlham Əliyevin adından gəldilər. Söylədilər ki, şirkətin 51%-ni verməlisən İlham Əliyevin ailəsinə, balaca Heydərə. İkinci dəfə də 2018-19 Rusiyada eyni bir şey yaşamışam. Eyni İlham Əliyevin başqa quldur dəstəsi eyni formatda yaxınlaşıblar, deyiblər ki, balaca Heydərə sən bütün bu malları, mülkləri verməsən, sənin başına oyun açacaq, ya öldürəcəyik, ya tutacaq, ya da ən yaxşısı tutacaq səni. Ən pisi odur ki, buradan elə padvaldan çölə çıxmayasan, burada öləsən. Elə vaxtı ilə düz deyiblər ki, İlham Əliyev qumarbazlıq edəndə həyat yoldaşı Mehriban Əliyevanı da qumara qoyub. Onun bu qədər şeydən sonra çıxıb cəmaata milli mənəvi dəyərlərdən, namus, qeyrətdən danışmağa haqqı yoxdur. İlham Əliyev torpaqlarımızı işğaldan azad edən Müzəffər deyil, o özü də bir işğalçıdır. O, ermənilərin Qarabağı talan etməyindən danışır, amma özü nəinki Qarabağı, bütün ölkəni talan edib. İndi də uğurladıqlarının bir hissəsini Ukraynalı qudasına verib. Bəylər Əyubova isə bir tərəfdən yazığım gəlir. Kimin əvvəli, kimin axırı bilmək olmur. Xalqdan qopardıqlarını indi qapazlaya öz əlindən alırlar. Brutus Sezarı kürəyindən bıçaqladığı kimi Əliyev də bəyləri kürəyindən bıçaqlayıb. Amma bəylər Əyubov başına gələnlərə hətta daha betərlərinə layiqdir. Ən azı bilirsiniz niyə? Çünki bəylər Əyubov vəzifədə olanda bizim dostumuz Turan Sadıqlının əmisini də şərləyərək həbs etmişdi. Və indi öz başına bu gəlib. Alyona Əliyeva artıq bəylər Əyubovun qohumlarını həbsə göndərir. Haqqımı istəyirəm. Müsəlman ölkəsində Hacı Elmi əlimdən alır. Daxili İşlər Naziri susur, Baş Prokuror susur, korrupsiyanın generalı susur, məhkəmələr də sifariş yerinə gelir. Daha bir misal çəkim. Baxın, bu mənim dostum Elşad Məmmədovdur. O, balaları ilə birlikdə öz evindən, öz ölkəsindən didərgin düşüb. Bəylər Əyubov onun evini zorla əlindən alıb, özünü isə ailəsi ilə birlikdə çölə atıb. Elşadın səsini o vaxt heç kim eşitməyib. İndi də bəylərin özünü evindən çölə atıblar. Kimləri dişindən, caynağından keçirən bəylər Əyubovu Odessa klublarının ulduzu yerə çöktürdü. Burada deyirləri, həyat bumerangdır. Elə mənim bu videolarımda Əliyevlərə bir bumerangdır. İllərdir öz rəqiblərinə elətdiklərini indi özləri də yaşayırlar. Amma bu hələ son deyil, sonun başlanğıcıdır.